Əziz Azərbaycan xalqı, sizdən xahiş edirəm, məni axıra qədər diqqətlə dinləyin. Sözüm bütün Azərbaycan vətəndaşlarınadır. İctimai və siyasi mövqeyindən, cəmiyyətdə tutduğu yoldan asılı olmayaraq, hər kəsdən xahiş edirəm, məni axıra qədər yaxşı dinləsinlər. Bilirsiniz ki, noyabr ayının 3-dən 6-sına qədər Azərbaycanda bir yığıncaq keçiriləcək. Dünyanın 100-dən artıq ölkəsindən 500-dən artıq Yəhudi misioneri Azərbaycana gələcəklər. Bunlar sizin bildiyiniz sadə Yəhudilər deyillər. Azərbaycana dəvət olunan və Azərbaycana gələn bu Yəhudilər dünyadakı bütün silah, narkotik, orqan alveri ilə məşğul olan misionerlərdir ki, İlham Əliyev avqust ayında Trumpla imzaladığı müqaviləyə əsasən İngilislər, Amerikanlar və Yəhudilər başda olmaqla bütün bu misionerlər hamısı Azərbaycana axın edəcəklər. Bunlar Azərbaycan xalqı üçün, Azərbaycan dövlətçiliyi üçün olduqca təhlükəli bir məqamdır. Bu dəvət olunan murdar Yəhudilər dünyada gedən bütün müharibələrə silah satan mafiyalardır ki, İlham Əliyev onları Azərbaycana gətirir. Onsuz da 30 ildən artıqdır ki, Heydər Əliyev və İlham Əliyev Azərbaycanı Yəhudilərə və İngilislərə satıb. Ancaq bu son keçirilən yığıncaq ondan ibarətdir ki, onlar gəlib Azərbaycanda yerləşəcəklər. Onlar Azərbaycanın bütün iqtisadi, siyasi və neft sektoruna sahiblik eləyəcəklər. Bu Yəhudilər təqribən 100 il bundan öncə Fələstində yerləşdirilən, oraları mənimsəyən və işğal edən tayfadır. Onların son müharibədən sonra Fələstindəki dayaqları məhv olandan sonra özlərinin də etiraf elədiyi kimi Azərbaycanı ikinci İsrail hesab eləyirlər. Onların Fələstin torpaqlarındakı məğlubiyyətindən sonra gəlib Azərbaycanda yerləşmək istəyirlər. Azərbaycanı ikinci öz vətənləri hesab eləyirlər. Əziz Azərbaycanlılar, siz bunu mütləq şəkildə görəcəksiniz. Onlar gəlib Azərbaycanda yerləşəcəklər və bir müddət bundan sonra Azərbaycanı öz doğma torpaqları hesab eləyəcəklər. Azərbaycanı öz vətənləri hesab eləyəcəklər. Azərbaycana qarşı ərazi iddiaları qaldıracaqlar və Azərbaycan torpaqlarını sizin əlinizdən alacaqlar. Bu murdar məxluqların dünyada bütün dayaqları sınıb. Azərbaycan da onlara qucaq açdığına görə artıq dünyadakı bütün o murdar, nəcis Yəhudilər Azərbaycanda toplanacaqlar. Onlar gəlib Azərbaycanda istədikləri kimi hərəkət eləyə biləcəklər. Azərbaycan torpaqlarını mənimsəyəcəklər. Azərbaycanın neftini mənimsəyəcəklər. Və bir müddətdən sonra siz görəcəksiniz, Azərbaycanda onsuz da olan uşaq oğurluqları daha da çox artacaqdır. Onlar dünyada ən çox uşaq orqanlarının satışı ilə məşğul olurlar. Və Azərbaycanda bu işlər mütləq baş verəcəkdir. Onların məqsədi budur. Bir müddət sonra oğurlanan, yoxa çıxan övladlarınızın orqanlarını dünyanın başqa-başqa ölkələrində görəcəksiniz ki, həmin bu murdar Yəhudilər satışa çıxaracaqlar. Ondan sonra siz necə ki, indi Azərbaycanda dərdinizi deməyə bir insan, bir orqan tapmırsınız, onda da artıq gec olacaqdır. Ona görə, əziz Azərbaycanlılar, bu çox böyük bir təhlükədir. İndidən ayağa qalxmaq lazımdır. İndidən biz öz etirazımızı bildirməliyik ki, bu murdar Yəhudilərin ayağı Azərbaycana açılmasın. Ondan sonra siz Azərbaycanda səsinizi heç bir yerə çatdıra bilməyəcəksiniz. Necə ki, məzlum Fələstin xalqı öz səslərini dünyada heç yerə çatdıra bilmirlər və onların köməyinə yetən yoxdur, eyni senarini Azərbaycanda da edəcəklər. Mənim bu səsləndirdiyim fikirlər bugün sizə gülünc görsənə bilər. Amma bu hadisələr faktiki olaraq Fələstində icra edilib. Çox uzağa getmək lazım deyil. Bu çox da uzaq bir tarix deyil. Bu sizin gözlərinizin qabağında baş verib. Əziz Azərbaycanlılar, sizdən xahiş edirəm bu təhlükəni ciddi hesab eləyin.
necə ki, ermənilər təqribən 100 il bundan öncə gəldilər, gətirdilər Azərbaycanda, İrəvanda, Qarabağda yerləşdirdilər və Azərbaycan xalqının başına bu müsibətləri gətirdilər. Eyni senari bugün yəhudilər tərəfindən icra olunur və işin ən pis, ən təhlükəli və ən acınacaqlı tərəfi odur ki, bütün bu senarilər hamısı Azərbaycanın prezidenti İlham Əliyevin vasitəsilə icra olunur. Və ondan da təhlükəlisi budur ki, Azərbaycan xalqı bütün bu baş verənlərə qarşı susur. Azərbaycan xalqı təəssüflər olsun ki, İsraili öz xilaskarı hesab eləyir. Qarabağ müharibəsində Azərbaycanın statistikalara görə 3000-4000 şəhidi olub. Bugün Azərbaycanda heç bir şəhidin adı çəkilmir. Şəhid ailələrinə lazımı qayğı göstərilmir. Türkiyə və İsraili xilaskar hesab eləyirlər. Bütün bunlar hamısı Azərbaycan xalqının aşağılanması ilə, Azərbaycan şəhidlərinin aşağılanması ilə yanaşı, Yəhudilərin Azərbaycana gətirilməsi üçün bir zəmin yaradırlar sizin beyninizdə. Əziz Azərbaycan xalqı, sizdən xahiş eləyirəm, vaxtında öz mövqeyinizi ortaya qoyun. Bu murdar, nəcis məxluqların Azərbaycana gəlişinin qarşısını alın. Sual oluna bilər ki, biz nə eləyə bilərik? Onsuz da Azərbaycanda bizim səsimiz heç bir yerə çatmır. Ancaq unutmaq lazım deyil ki, birlik həmişə öz sözün deyir. Doğru, düzgün mövqe həmişə öz sözün deyir. Ona görə də Azərbaycan xalqı birləşməli, əl-ələ verməli, nə qədər ki gec deyil, bu murdar məxluqların gəlişinin qarşısını almalıdırlar. Əziz Azərbaycanlılar, bugünə qədər İlham Əliyevin və onun quldur məmurlarının, quldur polis dəstələrinin Azərbaycanda törətdiyi cinayətlərə sustunuz, dinmədiniz, ona görə bu günləri Azərbaycan bu vəziyyətdədir. Əgər siz bugün sussanız, həmin bu murdar yəhudilərin Azərbaycana gəlişinə etiraz etməsəniz, əmin olun ki, sizin vəziyyətiniz, Azərbaycan xalqının vəziyyəti bugünkündən də betər olacaq.